Mən sizin fikrinizə görə uşaq böyütmürəm ki, sizlərdən tövsiyə alım. Uşağı necə böyüdə bilərəm, nə edə bilərəm ki, şükürlər olsun, çox tərbiyəli, çox ağıllı, çox bilgili bir uşaq böyütmüşəm. Yəni Allah güc verdiyi sürəcə inşallah gələcəyi də gözəl olar. Bu bir. İkincisi, Azərbaycan anası dediyinizdə işinizə gəlincə nədənsə Azərbaycan və yaxud mentalitet yadınıza düşür. Uşağı tez ərə verəndə mentalitet yadınıza düşmür. Uşağın yanında evdə söyüşlə danışanda mentalitet yadınıza düşmür. Evdə ata-ana uşağın yanında qırıb tökəndə, qırğın eləyəndə mentalitet yadınıza düşmür. Bunlar nədənsə işinizə gəlincə olur. Necə ki, din işinizə gəlincə yadınıza düşür və onu istifadə eləyirsiniz. Elə Allah mənə gözəl bir övlad verdiyi üçün mən onun qədrini bilirəm. Onunla zaman keçirirəm, onunla oynayıram, onunla gəzirəm. O cıqqılı ikən ömrüm gedir deyib onu ata-anama buraxıb başqası ilə evlənməmişəm. Başqa ölkəyə gedib həyatımı yaşamalıyam, mən də insanım deyib uşağımı buraxıb getməmişəm, yanımda götürmüşəm. Nə yaşamışam, onunla birlikdə yaşamışam. Ac qalmışam, onunla qalmışam, tox qalmışam, onunla qalmışam. Bəs mən əsl Azərbaycanlı xanımıyam da. Və son olaraq, Azərbaycan xalqı məni örnək alır, deyilmi? Ona görə davranmalıyım. Məni örnək almaq istəyirsinizsə, mənim tək başıma ayaqda durmağımı örnək alın. Boşandıqdan sonra həyatdan küsmək yerinə, yaşım keçib, indi uşağım da var, bəhanə axtarmaq yerinə təkrardan universitet oxumağımı, təkrardan magistratura oxumağımı, təkrardan yeni akademiya oxumağımı örnək alın. Uşağımı ona buna buraxmayıb, onunla birlikdə bu həyatı yaşadığımı örnək alın. Ona boşanmışam, təkəm, imkanım yoxdur, küçələrdə sürünmək yerinə gecə-gündüz işləyib ona gözəl bir həyat sunmağımı örnək alın. Çünki siz bunu görmək istəmirsiniz. Siz ancaq acı görmək istəyirsiniz və bu da ürəyinizdə qalacaq. Bir qadın, bir ana nə olursa olsun həyata təkrardan bağlana bilər. İstədiyi həyatı yaşaya bilər, işləyə bilər, təkrardan oxuya bilər. Uşağını özü gülümsəyərək, gülərək, hər gün ağlayaraq deyil, böyüdə bilər. Sosial mediada istifadə etməyin mənim qərarımdır. O zaman siz də yaşamayın, həyata düşməyin, parka getməyin, mağazaya getməyin. Çünki ətrafda insanlar sizə pis-pis, negativ şərhlər, bilgilər, fikirlər də bildirə bilər. Heç bunu belə düşünübsünüz. O zaman yaşamayın siz. O zaman qəşəng geyinib çıxmayın çölə. Evin içində çürüyün qalın. Sosial medianın fərqi budur ki, daha çox insan sizi görür. Mən bir anayam. Mən bir müəlliməyəm. Mən bir mütəxəssisim. Mən bir qadınam. Ən önəmlisi də mən bir insanam. Necə sizə həyat bir dəfə verilir və necə istəyirsinizsə elə yaşayırsınız, hələ üstünə başqalarına dediyiniz sözlərin tamamən əksini özünüz yaşayırsınızsa, Türklər demişkən kusura bakmayın, mən də öz həyatımı öz istədiyim kimi yaşayacağım. Siz məndən gəlib soruşursunuz, bugün bunu eləmişim, icazə verirsən ya da necə baxırsan, deyirsiniz mənə. Mən niyə sizdən icazə almalıyam, mən niyə sizin fikrinizi önəmsəməliyəm? Və uşağımın necə geyinməsi də məni əlaqədar edir, sizi deyil. Sizin istəyinizə görə yaşamağı düşünmürəm. Çünki siz mənim yaxşılığım üçün deyil, öz xeyrinizə görə ya tərif yağdırırsınız, ya da insanları pisləyirsiniz.